Bugün çok mübarek bir ailenin qonağıyıq. Allah şükür. Süfrəsi halal, insanları halal, münasibətləri təbii, səmimi, iman əhli, hər danışıqlarından, hər sözlərindən, hər söhbətlərindən Allah'ı anırıq, Əhl-i Beyti anırıq. Və düşünürsən ki, doğrudan da belə bu cür insanlarla bir yerdə olmağı bizə bəxş edən bu Allah'ın bir neməti olaraq şükürlərimizi artırmalıyıq ki, daim belə insanlarla biz tez-tez rastlaşaq. Çünki insan bu dünyanın o dərdi sərindən biraz uzaqlaşa bilsin. Mən Kərbəlayı qardaşımın söhbətlərinə qulaq asdım. Ruhum dincəldi. Allah Bahadur qardaşımla qohumluqlarını mübarək eləsin. İnşallah o izdivacı hərəkətli eləsin. O izdivacdan gözəl balalar qismət olsun, nəvələr qismət olsun. İsmət qardaşım, çox sağ olun, gözəl qardaşsınız. Elə bir ki, siz də danışdıranda vallahi kəlfətin elə bir söz var, sən danışmırsınız. Altay mənim qardaşım, dostum, həm Bahadurun, həm mənim, həm də Kərbəlayın çoxdan tanıdığımız gözəl insandır. Öz yumoru ilə, öz gözəl səmimi münasibətləri ilə məclisimizə dad verir, gözəllik verir. Məndən də xahiş elədilər ki, elə bu məqamda, bu məclisin ruhuna bir şeir deyim. Dostumuz var Gileyli bəylər, Beyləqanda yaşayır. Şeirləri daha çox müğənnilər tərəfindən oxunur, dillər əzbəridir. Ruhən, mənən klassik Azərbaycan kişisidir. Elə dünən də görüşümüz oldu, bir yerdə görüşdük onunla. Gəlmişdi Bakıya, bir yerdə görüşdük. Onun şeirlərinin birində deyilir ki, dünya malı şirin olur. Biri doyur, biri doymur. Halallığı, haramlığı biri duyur, biri duymur. Tök ələyə min yol ələ, qum dənəsi dönməz lələ. Dünya adlı bu gözələ biri uyur, biri uyumur. Halıq demə hər bitənə, qardaş demə hər yetənə. Öz canını bu vətənə biri qıyır, biri qıymır. Düşmən yoxdur tamah kimi, kəsər bizi silah kimi. Haşa Allah'ı da Allah kimi biri sayır, biri sayır. Ay Gileyli haqqa yalvar, yoxuşlar var, enişlər var. Düzələsi çox işlər var. Allah qoyur, bəndə qoyur. Allah o bəndələrdən qorusun bizi. Allah gözəl məclislərdə görüşdürsün. Çox şad oldum. Allah sizi var eləsin. Köməyiniz olsun.